insanlardan olan şeytan sifətləri də dünya hal-hazırda müşahidə edir. Bunların ən kamil nümunəsi böyük şeytan olan Amerika, Avropa, İsrail və Qərb blokudur. Bunlar dünyada bütün vəhşiliklərə, bütün cinayətlərə əl atıblar. Bunların indiki zamanda batil və şeytani prinsipi liberalizmdir. Bu prinsipə əsasən insan azaddır və insan dözümlü olmalıdır. Azaddır ona görə ki, ürəyi hər nə istəyir edə bilər. Hər nə cinayət, hər nə təcavüz istəyir edə bilər. Dözümlü olmalıdır ona görə ki, biri onun mədəniyyətinə təcavüz etsə, dözümlülük göstərməlidir. Bunu biraz da açıq desək, bu şeytan sifətlər istəsələr xalqlara, onların mədəniyyətinə, onların sərvətinə təcavüz etsinlər, xalqlar gərək dözümlülük göstərsinlər və bunlara heç nə deməsinlər. Bu prinsip bunun üçündür. Bu prinsipi dünyada icra edənlər dünyada törətmədikləri cinayətlər yoxdur. Ölkələrə girib xalqların mədəniyyətlərini və sərvətlərini mənimsəyirlər. Bu şeytan sifətlər deyirlər, bizim prinsipimiz kökdür, qalan hər bir şey bizim bu batil və şeytani prinsipə söykənməlidir. Yəni, bizim bu batil prinsipimiz kökdür, qalan hər bir şey bizim bu batil və şeytani prinsipimizə söykənməlidir. Ölkələrin idarəçiliyi bizim prinsipimizə söykənməlidir. Ölkələrin iqtisadiyyatı bizim prinsipimizə söykənməlidir. Ölkələrin təhsil sistemi bizim prinsipimizə söykənməlidir. Ölkələrin hərbi sistemi bizim prinsipimizə söykənməlidir. Hətta dini həqiqəti bilmirlər, deyirlər ki, bu da, din də bizim prinsipimizə söykənməlidir. Baxın, burada dini bir dənə şaxə qərar verdilər. Ölkələrin ki, idarəçiliyi bunların prinsipinə əsaslanmalıdır. Gətirirlər öz adamlarını, keçirdirlər xalqın başına. O da gəlir, xalqı onların batil və şeytani prinsipinə əsasən idarə edir. Ölkələrin iqtisadiyyatı bunların prinsipinə əsasən olmalıdır. O ölkənin iqtisadiyyatı o həddə olmalıdır ki, o ölkə və ölkələr daimi bunlardan asılı olmalıdır. Ölkələrin hərbi sistemi bunların prinsipinə söykənməlidir. O ölkənin ya ölkələrin hərbi sistemi o həddə olmalıdır ki, bunlar istəsələr o ölkəyə ya ölkələrə təcavüz etsinlər, edə bilməsinlər ki, onun qarşısını alsınlar. Ölkələrin hərbi texnikası o həddə olmalıdır ki, bunların təcavüzünün qarşısını ala bilməsin. Ona görə bu günləri İranın raketlərindən qorxurlar. Ölkələrin təhsil sistemi bunların batil və şeytani prinsipinə söykənməlidir. Dediyimiz kimi, din də bunların batil prinsipinə söykənməlidir. Halbuki dini həqiqət bilmirlər. Din yəni təhsil sisteminə, iqtisadiyyata, hərbi sistemə, idarəçiliyə dəxalət edə bilməz. Din yəni ged otur bir küncdə öz ibadətinə, itaəti ilə məşğul ol. Dini fərqliləşdirirlər. Din bunların heç birinə müdaxilə edə bilməz. Ona görə də Azərbaycanda məktəblərdə hicab qadağı olunur. Hicab nədir, məktəb nədir? Bu adı verməklə məktəbdə hicab qadağası qoyulur. Bunların prinsipinə əsasən din yəni dediyimiz kimi ged bir küncə çəkil, öz ibadətinin, itaəti ilə məşğul ol. Sənin cəmiyyətdə heç bir işin yoxdur, heç bir yerin yoxdur. Bunların bu batil və şeytani prinsipinə söykənən din İmam Xomeyninin və əziz rəhbərimizin dilindən desək, Amerika İslamıdır.